Pronouns mövzusunun mixed hissəsini testlər üstündə baxaq. Birinci sualda nöqtədən sonra address isim olduğuna görə apostroflu lazımdır bizə. İç Azər, Van Nazır, bunlardan sonra isim gəlmir. Ona görə birinci səhvdir. Theirs yiyəlik əvəzliyinin müstəqil işlənənləridir. Yəni mine, yours, his, hers. Yəni est olanlar müstəqil isimsiz olanlardır. Beşincidə isə Azers'dan sonra ümumiyyətlə isim gəlməz. Səhv variantı. Doğru cavab 2, 3. A bəndi. İkinci sualda yenə nöqtədən sonra telephone numbers isim olduğuna görə 1-i çıxdım. Bundan sonra isim gəlməz. 4-ü çıxdım. S-də isim gəlməz. 5-cidə Azers'dan sonra ümumiyyətlə isim gəlməz. Doğru cavab 2, 3. D variantı. 3-də nöqtədən sonra isim yoxdur. Demək ki, apostroflulara çıxıram. 2 səhvdir, 3 səhvdir. Your birinci ümumiyyətlə özündən sonra isim istəyəndə tək işlənə bilmir. Doğru cavab 4 və 5. One another 2-dən çox olanda, iç Azər 2 nəfər arasında olanda deməkdir. Bir-birini bir-birinə. Burada da adam sayını bilmədiyimizə görə hər ikisini götürə bilərik. A variantı. 4-dən nöqtədən sonra isim yoxdur. Demək, apostroflular gedəcək. Your özündən sonra isim istəyir, səhvdir. Burada da isim olmadığına görə 1-i götürə bilmərik. Doğru cavab 4 və 5 Y variantı. Beşinci sual, nöqtədən sonra faces isimdir. Demək, 4-ə çıxdıq. Theirs, yiyəlik əvəzliyinin müstəqil işlənəni, özündən sonra isim gələ bilməz. İç Azər, Van Nazır ümumiyyətlə bunlara S birləşə bilmir, səhvdir. Doğru cavabımız 1, 3 və 5. Y variantı. They highly value help. Help burada bir-birinin köməyini deyir, yüksək qiymətləndirirlər. İsim mənasında olduğuna görə apostroflu lazımdır. Bir düzdür. İkincidə iç Azər, Van Nazır bunlara S birləşə bilmir, səhvdir. 4-də hers müstəqil işlənənlərdəndir. Özündən sonra isim gəlməz. Cavabımız oldu 1, 3, 5. C variantı. 7-də opinions var, isimdir. Demək, apostroflu lazımdır. Bir düzdür. Hers isimdən işlənə bilməz. Van Nazara S birləşə bilməz, səhvdir. Azərsə də S birləşə bilməz. Yəni, yiyəlik hal ola bilmir. Ona görə səhvdir. 1, 3.